Axır vaxtlar komandalar biraz başqa bir beyinlə çıxır oyuna. Məsələn, Bologna Napoli oyununa dünən baxıram. Demək olar 90 dəqiqə vaxtı multi rejimdə paralel Newcastle oyununa baxıram da. Əvvəla yəni 8 oyundur qol vurmayan Leicester antirekorda belə deyək də şərik idi, artıq yenilədi Premyer Liqa tarixində. Sonra Bologna Napoli oyununa baxıram. O oyun əslində, bax, oyuna bilməm, baxanlar, sən bilməm baxmısan yoxsa yox, o oyunun 2-5 üst yazanlar maddi olaraq uduza bilər. Amma əslində udublar. Çünki o oyun elə oyun idi. Xüsusilə də Bolognadan 2-3 top. Napoli bir xala, mən sənə deyim ki, səhərə qədər şükür eləyib. Biraz başqa beyinlə çıxırlar komandalar şeyə. Biraz, məsələn, Napolini o həyəcan sıxa bilər. Bologna rahatdır. Bologna ümumiyyətlə İtalyanonun Bolognası başqa bir şeydir də. Məsələn, Dan Endo'yu neçə dənə top klubu istəyər indi. Amma Dan Endo bu sistemdə möhtəşəmdir. Özünü suda balıq kimi hiss edir. Sonra paralel də Göztepe'nin oyununa baxıram. İndi başqa bir şey var. Məsələn, Göztepe'nin oyununda məsələn mən Telegrama şey vermişdim. Romulo Göztepe time'da vurar. Romulo 45 plusda penaltini qaçırır. Mən yatdım indi. Penalti qaçırdı da. Penalti mən vurası deyiləm ki. Bəlkə də mən vursaydım 50-50-yə də loteriyadır. Sonra Göztepe'nin 90 plus 2 idi, necə 90 plus 1 idi, 2 idi, 3 idi, bilmirəm. Dirəkdə partlayan bir topu var. Bircə santimetr içərdən və qoldu. Məsələn, mən Napoli'nin dünən bir topun kupona qoymuşdum. Bir top, time'da topunu da VIP qrup üçün analizdə yazmışdım. Neçə nəfər Telegramdan mənə yazdı. Sən o dostun da yazmışdı, qazimiz. Dedim ki, abi deyir, nə fikirləşirsən? Dedim ki, Napoli'nin bir topu əladır, 1.33, 1.34'dür, götür, əmsal qaldırmaq üçün əladır. Belə. Hə, bilsən nə deyəcəkdim? Məsələn, axır vaxtlar ən çox bilsən nə fikirləşirəm? Dünən eyni şeyi mən dejavu yaşadım sanki. Beşiktaşın oyununda deyəsən Aytaç Karaydı, ikinci topu elə vurdu ki, ikinci top meydandadır da. Hakim oyunu dayandırmır. Daha doğrusu dayandırdı. Bilmirəm, ya Aytaç Karaydı, ya da ki, Mörtada Benonas. Deməli, şey eləmir, bilsən necədir? Bu ikinci top meydana daxil olubsa, bunun səbəbkarına sən ən azı bir xəbərdarlıq eləməlisən. Sonra xəbərdarlıq eləmir, sərbəst atış verir, topu Kasımpaşaya verir. Niyə soruşacaqsan? İndi sənə deyəcəm, Postecoglunun dilinə sən cavab verəcəm. Axır vaxtlar bu ədəbazlıqları çox eləyirlər. Sonra, deməli, əks istiqamətdə Kasımpaşanın oyunçusunu, Qaradərili oyunçusuydu, üzr istəyirəm də, yəni top gəlir, top buradadır, əks istiqamətdə gedən. Bu net penaltidir, bunu vermir. Dalınca Tayyip Talha adlı bir bəlamız var da bizim. Getdi. Qırmızı kart, artıq 5-ci oyunda qırmızı kart alır Beşiktaş. İndi sözü nəyə gətirir? O ikinci top məsələsində. O gün Chelsea ilə Tottenham oynayırdı. Bax, Pap Matassar'ın epizodunda Tottenham vurdu 1-1 elədi. Postecoglou oyundan sonra qəşəng bir açıqlama verdi. Eyni şeyi mən evdə atama deyirəm. Deyirəm ki, qardaş, Matassar ayağına vurub da oyunçunun, düzdür? Deyəsən Matassar idi. Pap Matassar oyunçunun ayağına vurub qoldan qabaq. Qolu avtomatik ləğv eləməlisən də. 6 dəqiqə var nəyə baxırsan? Bura vurub da bundan o tərəfəsi var, belə vurub. Ayağının içi ilə. O şey var idi, uşaqlıqda bir dənə fən bilirdi. Karate idi, nəm hansı idi. Mavashi Gedan belə qoyub da, buradan vurub da, o sarı kartdır hətta. Vəssalam, niyə eləyir bunu? Niyə 6 dəqiqə vara baxır bilirsən? Çünki oyunu soyudur. Postecoglou da bunu deyir, oyunu soydursan. Çünki Tottenham yüklənməyə başlayırdı həmin dəqiqələrdə. Niyə? Gol gəlməsin, 2-5-3 gəlməsin. Belə məsələlər var. Hə, çəkiliş gedir. Nəysə, yaxşı çıxıbsa bunu da saxlayaq. Gözəl insanlar, dərdləşirdik burada, hər vaxtınız xeyir olsun. Məncə sizə də maraqlıdır. Yaxşı çıxıb da yəqin ki, o belə əsməzad olmayan momentlərdirsə verərik. Eşitdinizə yəqin hər şeyi. Eksprompt danışanda daha yaxşı olur. Hamıya bol şans bugün. Deməli, aprelin 8-ni yaşayırıq. Antoine Griezmann'ı ad günü münasibətilə təbrik edirik. Antoine Griezmann həyatında çox hat-trick eləyib. Ən gözəl hat-trickini 3 övladının eyni gündə, bilirsiniz də onun övladları özü ilə eyni gündə anadan olub. Möhtəşəm bir şeydir. Bayrama qarşı necə deyirlər. İnşallah sizin üçün də bugün bayram havasında bir gün olar. Amma bayaq dediklərimi dedim deyə bura onları çox qatmaq istəmirəm. Amma belə şeylər çox olur dostlar və Çempionlar Liqasında olduqca qəliz oyunlar var bugün. Olduqca qəliz oyunlar var. Biraz riskli, yüksək əmsal qovduğum üçün riskli seçimlərə gedəcəm. Yəni, mən burada kiməsə nəsə ispat eləmək üçün
bu riskli seçimlərə getmirəm və sizin pullarınızı risk atıram kimi bir anlayış olmasın, algı olmasın. Belə deyək də, belə qəliz gündən belə şeylərə oynayıb əmsalı qaldırıb məbləği aşağı çəkmək daha yaxşıdır və bu futbola əsaslanır. Futbola əsaslanır. Siz də VIP qrupun nömrəsi aşağıda, Telegramın linki aşağıda, saytımızın linki aşağıda. Dünən saytda deməli bu YouTube analizləri olan gün adətən sayta yazı falan qoymuram. Amma YouTube deməli sayta dünən Newcastle-ın oyunu ilə bağlı axırda bir cümlə yazmışdım. 8 oyunda, 7 oyunda gol vurmayan Leicester 1 gol vurar və belə bir sual verdim ki, Newcastle-ın bu Leicester-a 2 top vurmaq potensialı varmı? Cavabını da özüm verdim sizin yerinizə ki, ekranın o tərəfindən gələn səsləri eşidirəm, cavabları eşidirəm. Yəni, Newcastle-ın 2 topu 1.44-dür. Götürün qardaşım, mən 2.17-ni qovacam. Olmadı. Növbəti oyun Brightondan səfərdədir Leicester. Qol-qoluna piramida şəklində 1.96 əmsalına getmək lazımdır. Vurmayacaq, dəzdən getmək lazımdır. 2 qat məbləğlə də, yəni piramidanın şeyi budur, mahiyyəti budur. Belə dostlar, başlayırıq yavaş-yavaş. Evdə Çempionlar Liqasının ev performansına görə rekordu Bavariyadadır. Bilirsiniz, 22 oyun evində uduzmur. Onun 17-sini udub, 5-ini heç eləyib. Onlardan biri də bu Celtic-lə oyunu idi, yadınızdadır. Harry Kane deməli qol maşını 11 gol vurub, 11 son Çempionlar Liqasının 11 oyununda 10 gol vurub, üzr istəyirəm. Olise isə son 3 oyunda 4 asist eləyib. Bu açar şeylərdir, buna oynaya bilirsiniz. Yeri gəlmişkən Harry Kane qapıya ikinci zərbəni vurar, ən azı 2 zərbə vurar. Əmsalına fikir verərsiniz, məncə yüksəkdir belə bir oyunçu üçün. Bu da biraz mən dediklərimin, birazdan dediklərimə deməli, həmin qapıya açılır da, düzdürmü? Musiala Augsburgla oyunda çox ciddi zədələnmiş kimi göründü. İnanmıram ki, bugün oynasın. Yenə də heyəti gözləmək lazımdır. Çünki çox ayağını yerə basa bilmirdi, dayaq ayağını. Sual altındadır. Neuer oynamamalıdır. Yəni, ən azından bir möcüzə baş verməsə oynamayacaq. Alfonso Davies uzun müddətli Upamecano ilə bir yerdə paylaşmışdım Telegramımızda ki, zədələniblər, uzun müddətli sıradan çıxıblar. Inter isə Çempionlar Liqasında indiyə qədər qrup mərhələsində cəmi 2 dənə top buraxıb, onun da birini Feyenoordla Giuseppe Meazza'dakı oyunda belə artıq birbaşa çıxıb deyə, rahat beyinlə oynadı deyə, belə biraz da rəqibi küçümsədi, Feyenoorddur. Feyenoord hop vurdu bir dənəsini. Səhv etmirəmsə Payşao vurmuşdu, yoxsa El Hacı vurmuşdu. Yəni buraxmır bu komanda dostlar. Bu komanda buraxmır. 2 top buraxıb 2 yazırıq, ağlımızda bir dənəsində, belə deyək də. Və rəqiblər də elə belə rəqiblər deyil idi. Onu da birini Bayer Leverkusen'dən buraxmışdı səfərdə və oyunu 1-0 qurtarmışdı. Lautaro Thuram oynayacaq yəqin ki öndə, amma Lautaro ilə Thuramın ən təhlükəli bu cütlük daha çox əks hücumlarda, əsasən də bu əks hücumda yarayır da bu sistem. Nə vaxt işə daha çox yarayır, effektivdir? Sağda Dumfries olanda, Denzel Dumfries bugün oynamayacaq. Bu da dəqiq bir məlumatdır. Avropada Bavariyanın qol ortalaması 2-5 üstü, amma zədələr var dostlar. Mən deyirəm ki, bu oyunda Mislidə belə bir seçim var, Etopazda bu yoxdur. 3-6. Partlayacaqsa partlayacaq da. Yəni oyunun gözləntisi 2-1-dir bütün dünya. Yox, 2-1 və 1-1. Bir jalal 2 seçim arasında qalıb. 2-1-1-1. Artıq buradan da biraz 2-3 gol aralığını da sanki çıxarda bilirsiniz, amma mən sevmirəm o seçimi. Nadir hallarda verirəm də. Çoxdandır, hardasa bir 4-5 aydır ən azından dilimdən bu 2-3 gol aralığını eşitmiş də yəqin ki. Sevmirəm o seçimi. Niyəsini deyəcəm. Inter burada oyunu Giuseppe Meazza'ya daşımaq üçün oynayacaq. Bu məsələnin birinci tərəfi, mənim üçün ən əsas tərəfi və burada bax bu əmsalı qovmağa çalışacağam. Deməli, burada Bavariyanın hissə qazanarından 1.40 falan açıblar. Buna da girənlər olacaq yəqin ki, mən biraz ehtiyat edirəm. Niyə görə deyəcəm? Bavariyanın son oyunlarda, ümumiyyətlə vurduğu, Çempionlar Liqasında vurduğu 15 golun 13-ü ikinci hissəyə təsadüf edib. Belə bir metrika var. Maraqlı bir metrikadır, ağlıma batdı Interin oyunundan dolayı. Məncə kilit ikinci taymda açıla bilər. İndi sual verərsiniz ki, yaxşı, ən çox gol ikinci hissə, bu da 2-0-2 əmsaldır, ola bilər. Amma qorxuram ki, Inter məsələn taymda əks hücumdan məsələn ssenari atıram ortalığa ki, niyə bu seçimlər eyni şey deyil. Inter taymda vurdu, 0-1 uddu məsələn taym, məsələn deyirəm ha. Bavariyada çıxdı, ikinci hissədə birini vurdu, məsələn oyun 1-1 qutardı.
İndi bu ən çox qol ikinci time oldu, yoxsa Bavariyanın özü ən çox qol ikinci time? Biz əmsalları elə açıblar ki oyunlarda, Real'ın oyununda da, Barcelona'nın oyununda da, PSG-nin oyununda da bilmirsən, bir sığortalarla gedəsən. Kornerə də oynayamırsan, çünki Interin müdafiə qurğusu elədir ki, cinahlara buraxmır da, çalışıb buraxmasın. Əsas təhlükəni oradan görür. Ortanda bloklayırlar, 2 dayaq yarım müdafiəçisi, altdan 8-ə çevrilməklə və s. belə. Mən deyirəm ki, dostlar, gəlin bu riskə gedək, günün təklisi olsun. Yaxşı, ən çox qol ikinci time, amma mən bunu sıxacam. Bavariyanın özü ən çox qol ikinci time. 2.40 əmsaldır. Çünki yenə də deyirəm, Bavariya, Inter bura 0-0 üçün imkan varsa 1-0 üçün gəlir. Yəni, daha doğrusu 0-1 üçün gəlir. Biraz bundan ehtiyat edirəm. Çox qəliz oyundur, razılaşın. Olise asist eləyər 3.50. Bu da Metqaladan bir şeydir. O qol gəlsə, məncə Olise'nin pasından gələcək. Çünki kreativlik yükü onun çiynində olacaq. Qol maşını da vurar yəqin bir dənəsini. Məsələn deyirəm də, indi belə. Amma Olise'nin asisti 3.50 əmsaldır. Arsenal, Real Madrid oyununa keçirəm. Real'ın topuna 1.30 açıblar, məncə dəyərləndirmək lazımdır. Düşür indi, 1.29 və s. Əgər bu əmsal gün ərzində düşsə, 1.28-ə falan düşsə, Arsenal məncə, Bavariya burada, Bavariya nədir? Real Madrid məncə burada uduzmamaq üçün gəlib, ən azı. Bunun da əmsalı 1.63-dür. 1.63. Arsenalın belə bir metrikası var, bunu atıblar ortaya. Baxdım belə, Real'ın məhləsində bura etiraf eləyək. Arsenal 2 ayaqlı oyunlarda, yəni play-offlarda İspan rəqiblərinə son 6 oyundan 5-ini uduzub. Uduzub, yəni uda bilməyib demirlər, uduzub. Real burada, belə bir şey deyim də, mən indi Ancelotti'nin azacıq da olsa tanıyıramsa, Ancelotti bura əşi 1-0 uduzaq gələk beyni ilə gəlmir. Mənə görə bu tipik bərabərlik bir oyunudur, bərabərlik. Arsenal, Ancelotti niyə görə deyimsə, Ancelotti işini şansa saxlayan adam deyil. O bura ən azı 1-1 üçün gəlib, 1-0 üçün yox. Çünki Arsenalın orada, Santiago Bernabeu'da qapanma potensialı var. Qapandısa turu atlaya bilər. Ancelotti bunu məndən yaxşı bilir. Mənə görə qol-qol olsa bu oyun olacaq. Çünki Real'ın da müdafiəsində boşluqlar var. Arsenal'ın hücum xəttində ciddi problemlər var, okey. Amma Saka da qayıdıb, biraz yora bilər müdafiəni. Deməli, Mikel Merino ümumiyyətlə yeni bir 9 nömrə doğuldu dünyaya. Arteta onu belə yetişdirdi, əməli başda o kəşf elədi, daha doğrusu yetişdirdi, o yetişib Sociedadda. Arsenal'ın müdafiəsinin son zamanlar üçün müdafiəsini nəzərə alsaq və evində oynadığını nəzərə alsaq ki, oyunu Bernabeu saxlası deyil də, burada istəyəcək nəzərəsin. Real bir dənəsini tıkladacaq. Qol-qolun əmsalı 1.64-dür. Real uduzmaz 1.63. Mən şəxsən istəyirəm qol-qol götürüm burada. Biraz 1.64 olmasına baxmayaraq bu risklidir. Risklidir çünki ilk oyunlardır. Həmişə analizlərimizdə nə edirik? Çempionlar Liqasıdır, Avropa Liqasıdır. Bu cür liqalarda ilk oyunlar həmişə ən təhlükəli olur. 2-də artıq bilirsən ki, kim hansı beyinlə oyuna çıxacaq. Çünki birincinin nəticəsini bilirsən. Sheffield Millwall-la oynayır bugün. Bugün Sheffield ikinciliyi qorumaq üçün Millwall belə şən komandadır, maraqlı komandadır. Rəqibdən rəqibə dəyişən komandadır. Mən burada Sheffielddan qələbə gözləyirəm. İnşallah ki 1-0, 2-1 bu tipli bir qələbə gözləyirəm. Bu Millwall-da udda bir zəhmət. Çünki ikinciliyi qorumalısan, bugün Leeds-də oynayır. Middlesbrough ilə çətin bir oyunu var, düzdür. Amma bir xal fərq var. Və birinci ilə də bir xal fərq var. Birinci iki yer birbaşa Premier Ligaya vəsiqəni qazandırır. Watfordda Hull City ilə oynayır. Burada Watfordun biraz Hull City-nin ipinin üstünə odun yığılası deyil, amma sırf Watford evindədir deyə Watford hissə qazansa, uduzmamağına 1.32 açıblar. Biraz məni bu qorxudur, amma hissə qazansa 1.62 əmsaldır Watford. Keçirəm növbəti günə. Coventry Portsmouth oyunun tez bazar əldən çıxardaq. Keçən dəfə bizi yatızdırdı Lampard. Coventry-ni dibdən götürdü, indi play-off'u hədəfləyib. Deməli, 7-ci yerdədir, yoxsa neçənci yerdədir? Orada ilk 2 yer gedir, 4 komandadır, yoxsa neçə komandadır play-off oynayır da. Buna baxarsınız, o flash score falan açanda orada görəcəksiniz, rahat orada qabağında rənglər də qeyd olunub. Coventry, deməli, play-off'u hədəfləyib dostlar. Play-off'u hədəfləyibsə, Portsmouth da belə, sizə mənim artıq kayıfda bir oyun oynayır, çünki nə düşəcək, nə qalxacaq. Düşmək riski var, amma çox cüzdür indiki durumda.
Məsələn, potensial o da birim vura bilər bu rahatlıqdan dolayı. Coventry 2 top vursa 1.61 əmsal götürürük. Lampardımıza da təşəkkür eləyərik. Bu da belə. Yəni Coventry-nin qələbə əmsalı o əmsal deyil ki, mən durum burada, onun sizə qələbəsini deyim də. 2 topunu 1.61. Barcelona Dortmund. Dortmund dostlar. Burada uzatmayacağım. Dortmund 0.5 üst. 1.41 əmsaldır. Bayaq baxdım 1.40-a düşdü. 1.40-1.41. Nəyə görə? Yenə deyirəm, birinci oyundur. Barcelona istəsə Signal Iduna da 4-5 dənə vurar bu Dortmunda. Orada daha rahatdır Dortmundla oynamaq. Amma Dortmunda da burada Barça ilə oynamaq rahatdır. Və bu Dortmundun metrikasını veriblər. Ağlıma batdı. Son 11 səfər oyununda Çempionlar Liqasında hamısında boş keçməyib. Qol vurub, boşluğu tutacaq, sürətli, hətta deyərdim super sürətli. İki cinah oyuncusu ilə, kreativ Julian Brandtla və s. və axır öldürücü girəsi ilə bir top tapacaq. Oyunda inşallah 1-1 falan belə partlayar. 2-1. Məncə Barça 3-cü topu vurmayacaq. Şəxsi düşüncəmdir. 3-cü topu vurmayacaq. Bunun da əmsalı var ha. 1.40-1.50 arası əmsalı var. Ona görə bunu deyirəm. Mən Barçanı tanıyıramsa Barça 3-cü topu vurmayacaq. Vursa da canı sağ olsun da işte. Nəyəcək? 1.35, 1.36 idi. Üstün əmsalıdır. Azacıq da olsa məni tanıyırsınızsa, ən azından VIP qrup əhli də bilir də. Mən belə oyunlarda həmişə qol-qola getmişəm. Qol-qolu götürürsünüzsə 1.50 neçə ilə götürün. Amma Dortmundun bir topu qəşəngdir. PSG Aston Villa bu da mənə görə sırf Aston Villa oyunu Villa Parka daşımaq istəyəcək deyə, qapanacaq deyə bu PSG-dən kornerlər falan gətirə bilər. Bunu özünüz analiz edərsiniz. Birinci hissə korner udar, nə bilim, əmsallarına özünüz baxarsınız. Ən çox qol ikinci time burada fikirləşirəm. Çünki Emery uşaq deyil. Emery 1-2 il bundan qabaq o komandanın başındaydı və indiki Luis Enrique'nin PSG-sinə bələddir. Liverpool-la oyununu izləyib. Ən azından o highlightsları izləyib. Bu, sən açıq futbol oynasan, Asensio da oradan gəlib də, bilirsiniz. Rashford'un ikisi ümumiyyətlə super formadadılar. Əgər bu açıq futbol olsa, PSG özü 4-5 üstə qədər gedər. Öldürər yəni, öldürər PSG onları. Çünki bunlar dayanana oxşamırlar. Amma PSG-nin 2 topuna, PSG-nin nə bilim 90 dəqiqə durub qələbəsini sıxmaq belə bir gündə, birinci oyunda mən istəmirəm. Çünki Liverpool-la nə oynadığını, nə olduğunu gör deyə oynayan oydu. Amma nə oldu nəticədə? Hə, döyüldü, amma PSG uduzdu həmin oyunu. Ona görə də 2-5 üst, mən görürəm bu oyunu 2-5 üst. İstəyirsə götürün, 1.46 əmsal. Okey. Məncə burada bir riskli seçmə getmək olar. 2 əmsalla, 2.19 əmsalla. PSG özü ən çox qol ikinci hissə. Maksimum dözməyə çalışacaq Aston Villa. Maksimum. Xırda follarında oyunu öldürməyə çalışacaq. Belə dostlar, izah eləmək istədiyim bunlardır. Gedirəm konferans liqasına və s. sabah da. Yəni artıq siz bunu bugün izləyəcəksiniz. Sabah artıq konferans liqası, Avropa liqası bunları remix vəziyyətində sizin üçün təqdim edəcəm. Öpürəm, bağrıma basıram. İlk oyunlar olduğunu unutmayın dostlar. Yüklü oynanmaz. Öpürəm sizi.